Hamınıza salamlar dostlar. Bu illər PSP PES 26'da Çeptar Liqasının 8-ci turunda keçiriləcək oyun olan Qarabağ Liverpool oyununu simülyasiya edəcəyik. Uşaqlar videonun sonuna qədər izləsəz əla olar və belə videolar davam üçün like atıb kanalıma da abunə olmağı unutmayın. Uşaqlar axırıncı dəfə dünənlər dediyin, yəni əslində videonu paylaşanda artıq 23 yanvar olacaq. Lakin 21 yanvar Qarabağ Eintracht Frankfurtu Tofiq Bəhramov da qəbul elədi və onları, yəni Frankfurtu 2-1'lik hesabdan 3-2 comeback ataraq Frankfurta qarşı qalib oldu və öz xanını ona qaldırdı və 18-ci pilləyə sıçradı. Uşaqlar, bu günləri biz 29 yanvar keçiriləcək oyun olan Liverpool Qarabağ oyunu simülyasiya edəcəyik. Təbii ki də Qarabağın tərəfində olacaq. Uşaqlar, dediyim kimi belə videoların davamı üçün like atmağı unutmayın. Haçanda PSP PES videoları atmırdım. Biraz oyunun kalitesində problem var idi, lakin onu həll etdim və bundan sonra çalışacağım ki ən azından bir gündən bir çalışacağım ki hər gün edə bilməsəm də bir gündən bir video atmağa çalışacağım. Siz də inşallah ki mənim vəziyyətimi yerə vurmarsınız. O zaman keçək maçımıza. Gördüyünüz kimi mən təbii ki də Qarabağ tərəfində olacağam və yəni simülyasiya dərkən, yəni Qarabağla oynayacağıq. Lakin Qarabağın yanında olacağım, lakin zorluğumuz imkansız olacaq. İmkansız zorluğunda oynayacağıq. Qarabağı buradan gəlin seçək. Rəqibimiz də Liverpooldur, yəni bildiyimiz, yəni hal-hazırda bəli aktiv olaraq biraz pisdir halları, yəni düzdür Marsilya'nı 3 vurdular, lakin yenə də halları biraz pisdir. İmkansız dediyim aşırı zordur, yəni FC 26'nın əsr oyununda bu aşırı zor FC 26'nın imkansızına bərabərdir. Buna görə də aşırı zoru seçdik. Maçın sürəsini 10 dəqiqəyə çıxartdıq. Uzatmalar açıqdır. Ya uzatmalar açıq olmasın da, burası 90 dəqiqəlik oyun olacaq orada, həqiqi oyunda da. Zamenlərimiz qoy elə 5 olsun. Giriş sahnəsi açıq. Bəli, Santiago Bernabéu stadionunda yox. Hansı stadionda oynayaq? Camp Nou'da oynayaq, yoxsa qoy elə Anfielddə oynayaq. Zaten oyun Anfielddə olacaq. Ona görə Anfielddə oynayaq. Bəli, maç stadiomu da düzəltdik uşaqlar. O zaman bir dənə tez bir şəkildə dizilişimizə əl ataq. Təbii ki də dizilişimizi dəyişəcəm. Bu dizilişlə oynamaq bərbad bir fikirdir. Mən heç Qarabağın hal-hazırda oynadığı dizilişlə də oynamayacağım. Mən keçəcəm 4-3-3 ataka. 4-3-3 atak. Əslində bu dizilişi də oynaya bilərik. Baxın, bu dizilişi də oynaya bilərik. Lakin bunu oynamaq bizə əl vermir. Burada gəlib, bax, bu dizilişi də oynaya bilərik. Çünki defansif orta saha olsaydı Qarabağda buranı oynada bilərdik. Bu dizilişlə oynaya bilərdik. Lakin santrfor qıtlığı olduğu üçün mən 4-3-3 ataka keçəcəm və burada Nərimanın mövqeyini təbii ki də ofansif orta sahaya çəkəcəm. Uşaqlar, gördüyünüz kimi oyunu daha akıcı eləmişəm. Əvvəl kaydı qoşan. Niyə? Yəni əslində gəlin bir sözlə bunu deyim sizin. Niyə axır vaxtlar PSP videolar gəlmirdi? Səbəbi də o idi ki, çünki kaydı, yəni yeni sürüm gələndən sonra PES 26 gələndən sonra mənim telefonum zaten pis olduğu üçün, telefonum yaxşı olmadığı üçün, plus oyunun da kalitesi yüksəldiyi üçün kaydı açanda donub qalırdı və mən də bu videoları çəkə bilmirdim. Əslində mən Eintracht Frankfurtda simülyasiyanı da çəkmişdim. Lakin sonradan izlədim ki, çox bərbaddır, çox donur. Lakin 21 Muhammed 09 çox sağ olsun, ona yazdım, soruşdum və o mənim üçün kömək etdi və kalitəni biraz saldım aşağı, düzdür. Kalitəni saldım, lakin o dərəcəyə saldım ki, yəni maç kalitesi falan əladır. Sadəcə donmamaq üçün biraz aşağı salmışam. Yəni buna görə narahat olursunuzsa qaldıra bilərəm, lakin qaldırsam yenə də videoları çəkə bilməyəcəm. Buna görə belə idarə etsəz əla olar. Nəysə, sözü çox uzatdım. Komandada təbii ki də Nərimanı əslində düşünmürəm. Johnny Monti ilə oynadacağım.
Burada maalesef ki oyunda Camilo Duran və Pedro Bicalho yoxdur. Bunlar yeni sürümdə əlavə olunacaq bu oyuncular. Yoxsa əla olardı. Maalesef ki oyunda olmadıkları için bu biraz pis oldu. Alexey Isayev yerinə Nərman Yobrad, Leandro Andrade, sağ kanada Emmanuel Attay, sol kanada da Cody Borges oynayacaq. Cody Borges hal-hazırda zədər idi. Məncə amma Liverpool oyununa kimi zədədən qaydar. Mənim fikrim odur ki, Qurbanov Nərmanı Çempionlar Liqası vəsiqəsindən çıxardıb, yəni top oynamaq üçün vəsiqədən çıxardıb, ora Cody Borges əlavə eləməlidir. Çünki zaten Camilo Duran'ın zameni var, Musa Qurbanlıdır. Buna görə məncə Nərmanın iştirak vərəqəsindən çıxardılmalıdır. İştirak vəsiqəsindən çıxardılmalıdır Nərman Axundzadə. Mənim fikrimcə Emmame yox, burada Kevin Medina, solda solda Mateus Silva oynadacağım, sağda da Dani Boltu. Çünki Mateus Silva'nın bədəni biraz yaxşı olduğu üçün, həmçinin Dani Boltun da bədəni daha yaxşı olduğu üçün onlara üstünlük verirəm. Nəysə, sözü çox uzatmayaq, maçımıza başlayaq. İnşallah ki Qarabağla bu simuliyasiyada həm qalib gələrik, həm də inşallah ki Qarabağ 29-u keçiriləcək oyunda Aniflentdən istədiyi xalı almağı bacarar. Ən azı bir xal alsaq bizim üçün möhtəşəm olar. Yəni bir xal almaq belə, yəni Liverpooldan bir xal almaq belə bizim üçün çox böyük şeydir. Bir dəqiqə bunu düzəldim. Bəli. Bunu düzəltdim. Musa Qurbanlının başlanğıcı ilə oyun başladı. Uğurlar arzu edirik Qarabağımıza. İndi Marko Yankovic pası. Cody Borges aldatmağı bacarmışdı, lakin Konate aldı ondan topu. İndi Konate pası Gravenberch'e doğru çok tez gəldilər. Cody Gakpo, oy, Şahrutdin. Bu arada uşaqlar, yəni burada Şahrutdinin overallı daha üstün olduğu için onu oynatmağı seçdim mən. Yoxsa yəni həqiqətən Mateusz Kohalski çox daha yaxşıdır. İndi Leandro Andrade, yəni aktiv daha yaxşıdır. İndi Leandro Andrade qarşısında Van Dijk var. Leandro əhsən pasını verdi, ara verdi Leandro, ara verdin o pası. Çox gözəl kesmişdin sən Van Dijk'ı. O etiki tane bəhlul, oy, çox böyük çobudluq və bəli qırmızı vərəqə. Əslində qırmızı vərəqəli deyildi bu epizod. Sarı vərəqəli epizoduydu. Qırmızı vərəqəli. Çox pis oldu bu. Qırmızı vərəqə almağımız çox pis oldu. 10 nəfər Liverpoola qarşı oynamaq lazımdır Aniflentdə. İndi Robertson sıxır bizi. Robertson pası Gravenberch. Hugo Ekitike'ye doğru oturma. Lakin Ekitike düzgün zərbə vura bilmir, yaxşı ki vura bilmir. Şahrutdin pası Kevin Medina, aman pas Dani Bolt. Portuqaliya 2-ci liqasından transfer olunmuşdu o. Leandro Andrade pası oturdu. Leandro Van Dijk'ı yenə keçəcəkdi, amma keçə bilmədi. İndi Konate ötürməsi Dani Bolt. Yetişdi o topa, pasını verdi Emmanuel Attay. Farmazon Attay içerledi topu. Marko Yankovic vuranmadı. İndi Hugo Ekitike pası John Jones ve Cody Gakpo. Mateus Silva'nı aciz vəziyyətə qoydu. İndi bir dəqiqə gəldi Liverpool. Hugo Ekitike ilə Şahrutdin çox böyük səhvlə 1-0 öne keçir Liverpool. Hugo Ekitike'nin qolu ilə. Təəssüf ki qolu buraxdı 14-cü dəqiqədə. İndi Cody Borges, haydi əhsən Cody Borges, qarşında Frimpong var. Cody keçənmədi Frimpong'u. Mateus Silva alttan pas verdi Marko Yankovic. Ondan pas Mateus Silva uzaqlardan zərbə bayraq. Keyfiyyətli zərbə olmadı. Niyə Mateus'a verdim? Niyə Mateus'la vurdum daha doğrusu? Çünki Mateus'un oyunda biraz plasesi var. Ona görə Mateus'a
vurmağını istədim. Alisson Becker'in vuruşuyla oyun devam edir. Gravenberch topu götürdü. İndi qarşısında Leandro Andrade var. Gravenberch Leandro Andrade'ni keçdi. İndi gəlirlər. Danny Bolt almışdı Gravenberch'dən topu və indi aldı. Lakin Gravenberch yanmadan oynayır brat. Johnny Montiel. Çox sıxırlar bizi, çox sıxırlar. 10 nəfərlə görüb çox sıxırlar. İndi Johnny Montiel pası Musa qurbanla apardı topu. Haydi Musa keçənmədi Virgil van Dijk'ı. Məhəmməd Salah kontrataka gəlir Liverpool. Johnny Montiel. Əhsən. Amma Danny Bolt itirdi topu. Hugo Ekitike. Ayda. Yəni görürsünüz Murat, aşırı zorda oynamaq həqiqətən çox çətindir. 2-0, təəssüf ki 2-0. Amma mən bunları udacam. Kadi Borges. Kadi Borges. Az qalmışdı ki zərbəni artıq çəkəm. Son anda Robertson girdi araya. İndi Marko Yankovic sıx Frimpong'u. Frimpong bizə çox danışdı. Emmanuel Attay topu götürdü. Attay dəstəyə gəlmədi Attay'a. Brat nəyə gözləyirsiniz arxada? Gəlin də kömək Attay'a. İndi Məhəmməd Salah pası Johnny Montiel icazə vermir o pasın keçməyini. Johnny Montiel apardı pası Emmanuel Attay. Van Dijk. Yəni sol bekdə Van Dijk var brat. Marko Yankovic'i aciz vəziyyətdə qoydular orada. Çobudluq var idi orada Marko Yankovic'e. Leandro Andrade heç bir şey etmədi burada Gravenberch'e. Emmanuel Attay topu qapdı. Kontrataka çıxa bilər. Emmanuel Attay'ın pası bırakın. Ona nətər satsın Musa. Musa qurbanlı ona nətər satsın. Leandro Andrade əhsən. Əhsən Leandro. Rəqibin gəlməyinə icazə vermədi Leandro Andrade. İndi Leandro icazə vermədilər. İndi Gravenberch girir cərimə meydançasına doğru. Gravenberch Şahruddin. Əhsən. Kim nə deyirsin? Azərbaycan millisinin ən yaxşı qapıçılarından biridir Şahruddin. Oy Hugo Ekitike Şahruddin Məhəmməd Əliyev bu səfər xətaya yol vermir. Mateus Silva ötürməsi Marko Yankovic, ondan tək pas Kadi Borges keçdi Frimpong'u. Kadi Borges tərlədi. Emmanuel Attay'ı vura bilmədi Attay'ı. Təəssüf ki vura bilmədi orada Attay'ı. Danny Bolt, Leandro tez paslaşırıq. Johnny Montiel içərilədi. Vur bunu Kadi vurdu bayra. Üstündən getdi top. 41-ci dəqiqədə 2-0 üstündür Liverpool. 10 nəfərlə niyə brat? Yəni bunu nəzərə almaq lazımdır. 10 nəfərlə biz bu cür ataka çıxırıqsa, məncə hələ ki yaxşı oynayırıq. İndi gəldilər. Cody Gakpo içərilədi topu. Danny Bolt'un böyük səhvi lakin Şahruddin Məhəmməd Əliyev əla qurtardı komandamızı. İndi Hugo Ekitike Kevin Medina. Çox gözəl hərəkət Kevin Medina'dan. İndi üçüncü zərbənin yerinə yetirir Jeremy Frimpong. O Qarabağı çox yaxşı tanıyır. Kevin Medina vurdu. Johnny Montiel. Şahruddin gəldi topu götürdü. Riskə atmadı Şahruddin. Mateus Silva. Çobud səhv. Lakin topu uzaqlaşdırmaq bacardıq və ilk hissə bitdi. İlk hissədə soyunub geyinmə paltar dəyişmə otağına 2-0 Liverpool üstün gedir. İnşallah ki ikinci hissədə biz onların əlindən bu üstünlüyü alarıq. İnşallah ki burada qalibiyyəti qazana bilərik. Yəni düzdür, Qarabağın Liverpoolu həqiqət tutmağı çox çətin məsələdir. Robertson, Jeremy Frimpong,
Cody Gakpo'ya doğru ötürmə. Marko Yankovic əhsən. İndi tez kontrataqa çıxa bilərik. Cody Borges. Cody Borges. Pası. Musa Nağayırsan. Bıraxdı Musa. Ya Musa. Musa qurbanlığa çox böyük səhv. Ay ay ay. Məhəmməd Salah Dani Boltu bazara göndərdi. Sərlədi topu Kevin Medina. Uzaqlaşdırın, uzaqlaşdırın. Şahruddin. Çıxdı, aldı topu Şahruddin. Mateusz. Ötürmə Marko Yankovic. Burada ona qarşı təmiz çabulluq var idi. Mateusz Silva. Pasını ağırdı Mateusz Silva. İndi Hugo Ekitike. Hugo Ekitike. Bir dəqiqə ağırdı Kevin Medina. Mən demədim onu. Mən əmir vermədim Medina'ya. Ayda Medina ağırsan. Mən bu əmri sənə vermədim ki, sən ona qırmızı vərəqəli foul eləyəsən. Ayda. Gələ, indi beksiz oyna indi. İndi beksiz oyna. Bir dəqiqə, dəyişikliyi eləməliyik. Alexey Kaşko oyna sallam. Belə eləyirəm. Musanı çəkdim buraya. Muatdayız solda. Sağda Alexey Kaşok, santriforda Cody Borges. Belə oynada bilərik. Belə oynada bilərik. Jeremy Frimpong sərbəst vuruşu vurdu və bayrağa vurdu. Yaxşı ki, bayrağa vurdu. 2-0'dır. Yəni 2 dənə qırmızı vərəqəmiz var. Beksiz oynayacağıq. İndi Marko Yankovic. Marko Yankovic. Nə ağarsın? John Jones qarşısında nə ağarsın? Yankovic ötürmədi. Johnny Montiel. Pas Marko Yankovic. Cody Gakpo girdi indi də. Yine out'u biz başlayırıq. Johnny Montiel. Johnny Montiel çıxdı 2 rəqibinin arasından. Haydi Johnny. Johnny Montiel. Dəstəyə gələn olmadı oynan. İndiki ayır Liverpool kontrataka çıxdı Liverpool. Kartlarımız bomboşdu. Dani Bolt. Haydi Dani Bolt. Güvənirəm sənə Dani Bolt. Şahruddin Məhəmməd Əliyev. Hugo Ekitike bayrağı vurdu. Hugo Ekitike bayrağı vurdu. Ela ela ela. Şahruddin çox gözəl seyv elədi. Mateusz Silva. Təkdə pas Marko Yankovic. Ondan da pas Emanuel Attay. Emanuel Attay. Frimpong'u dartmağı bacardı. Haydi Attay. John Jones. Marko Yankovic. Johnny Montiel təkdə pas. Haydi Kaşuk burada Kaşuk'a qarşı qadı çabutluğu. Qadi vurdu Alisson. Alisson. Sonunda orada Kaşuk niye toxundun topa? Səsim tutuldu, bilmədim nə danışdım heç özümdə. Cody Borges oynatar vuramısan, indi Attay topu qapdı. Attay pası Cody'yə doğru çatdı bu top. Cody çəkdi topu. Haydi Cody, haydi Cody. Cody. Yəni qarşıda dünyanın ən yaxşı müdafiəçilərindən biridir o. Yəni Virgil van Dijk'dir. Yəni biz də onu qınamalıyıq. Məhəmməd Salah gəldi Salah. Dani Bolt var qarşısında. Salah Dani Bolt'u keçdi. Lakin Marko Yankovic icazə vermədi orada ona. Şahruddin. Pası Dani Bolt. Ondan pas Leandro. Leandro təkdə pas Alexey Kaşuk. İlk dəfə topa toxunur Kaşuk və toxunmağı ilə də itirir. Toxunmağı ilə də itirir topu Kaşuk. Dani Bolt. Dani Bolt. Məhəmməd Salah var qarşısında Dani Bolt'un. Mateusz Silva. Məhəmməd Salah. Təəssüf. Çabutluq deyil bu bura. Çabutluq deyil bu. 71-ci dəqiqədə artıq 3-0'dan dönmək çox çətindir yəni. Çətindir yox, mümkünsüzdür. Məhəmməd Salah.
Pası yaxşı bayılır, yaxşı. En azından 4-cü qolu buraxmadıq. Bir dənə təsəlli qolu vuraq en azından. Matheus Silva, nə qardın? Oo, yaxşı ki bayıra vurdu Cody Gakpo. Cody Gakpo yaxşı ki bayıra vurdu. Short'un pası Danny Bolt. Ondan pas Johnny Montiel. Johnny Montiel. Təkdə pas Alexey Kaşuk. Alexey Kaşuk. Alexey Kaşuk. Kaşuk. Keçənmədi ikinci rəqibini. İndi kontrataka gəlir Liverpool. Oy 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 4-0. Çok berbat. Çok berbat bir nəticə. 2 qırmızı vərəqəmiz olmasaydı inanırsan bəlkə də buduzmazdıq. Emrah Dayı. Emrah Dayı yox yox. Matheus Silva. Pası Emrah Dayı keçdi bu top. Attay, Attay haydi qaç. Attay. Attay cərmə mezasına doğru ötürmə. Kaşık vuranmadı. Qaydan top. Rəqibdə qalır. Matheus Silva, Matheus Silva. Rəqibi bıraxma. Bu gün nə qayır Rehuge etiketi. Şahruddin Əhsən, Əhsən Şahruddin. Murat Şahruddin. Şahruddin Məhəmməd Əliyev. Nə qədər də olsa yəni möhtəşəm oynadı o oyun. Hamısı o 2 qırmızı vərəqədən oldu belə. Uzaqlardan zərbə Matheus Silva. Blok qoymağı bacardı bu topa. İndi kısa pas. Johnny Montiel. Montiel uzaqlardan zərbə Şahruddin. Tez yerə bir qol vuraq en azından. Matheus Silva. Çatdı top Attay'a. Attay. Son toxunuş Attay'dan deyəsən. Bəli, bəli. Təəssüflər ki. Son dəqiqə girir Məhəmməd Salah. Məhəmməd Salah. Bəli. İtkim tutuldu. Heç belə gözləmirdim bu oyunun nəticəsini. Heç belə gözləmirdim. 5-0. Yəni 2 qırmızı vərəqə ilə 5 top buraxdıq. Johnny Montiel. Attay. Attay, Əhsən, Attay, pasın. Kontrataka gəlir. Liverpool, yəni arxamız bomboşdur. Şahruddin çıxır qabağa. Və maç bitdi uşaqlar. 5-0 Liverpool bizi 5-0 məğlub elədi. Uşaqlar sözüm yoxdur, deyiləsi bir sözüm yoxdur. Nə deyə bilərəm ki, nitqim tutuldu təmiz. Yəni maçın adamı da kim olub ona baxaq. Təbii ki də o etiketi oldu maçın adamı. Yəni bütün oyuncular 5.5 oynayıb bizdə demək olar ki, bir dənə Johnny Montiel 6.5 oynayıb və məncə qapıcımız Şahruddin yəni Şahruddin yaxşı oynamışdı. Yəni Kevin Medina ilə Bəhlul, əsas da Bəhlul maçın başında o hərəkəti eləməməli idi. Yani sözüm yoxdur. Alexey Kaşuk çıxdı bir şey deyə bilmədi. 5-0 uduzduq uşaqlar. PES 26'da gördük ki sümləsə nəticəsində 5-0 biz uduzuruq. Yəni Qarabağ uduzur. Daha doğrusu bəlkə də mənim çoğallığıma görə belə oldu, bilmirəm. 5-0 uduzduq Qarabağda.
Qarabağ olaraq 5-0 Liverpool uduzduq. İnşallah ki, həqiqi həyatda belə olmaz. İnşallah ki, Qarabağ həqiqi həyatda, Anfielddə istədiyi xalı almağı bacarar. Ən azı bir xal almağı bacararıq inşallah ki. Uşaqlar, belə videoların davamı üçün kanalıma abunə olub, videoya da like atmayı unutmayın. Bir də ki, uşaqlar, istədiyiniz video kontektini və yaxud da konseptini, hər bir şeyi yorumlarda yazmağı unutmayın ki, mən də bilim hansı videolar çəkim. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxmağı unutmayın.